Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi sosial tərəfdaşlıq layihəsi vətəndaşlara müxtəlif xidmət və alış-veriş məkanlarında güzəştlərdən yararlanmaq imkanı yaradır. Sosial tərəfdaş layihəsi Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə yaradılmışdır 2023-cü il oktyabr ayında. Pensiya, sosial müavinət, yaşa görə, əlilliyə görə, ailə başçısını itirən şəxslər, bir sözlə ümumi müavinət alan şəxslər üçündür. Hələ ki istifadə eləməmiş. İstifadə eləmək istəyirsinizmi? Öyle bir qaydasını bilmirəm necə eləmək lazım. Kart var da onunla istifadə olunur. Orada demək çıxır ümumi məbləğ, neçə faiz demək güzəşt olur, o görünür, çekdə görünür. İstəyərdim öncə həqiqətən mən bildim ki onun qiyməti 5 manatdır, bu indi 4 manat. Mənə qane eləyər, mütləq, əlbəttə lazımdır.